Üçüncü sualla qarşınızdayıq. Üçüncü sualımız belədir ki, iki qonşu həyətlərini bir-birindən ayırmaq üçün yeni hasar tikdirməyə qərarı alır. Usta bunun üçün hər biri 90 sm uzunluğunda 45 taxta lövhə istifadə edir. Hasarda istənilən iki qonşunun lövhənin eyni kiçik hissəsi şəkildəki kimi üst-üstə düşür. Və hasarın ümumi uzunluğu 37,2 metrdirsə, istənilən iki qonşu lövhənin üst-üstə düşən hissəsinin uzunluğu neçə santimetrdir? İlk öncə 90 sm uzunluğunda 45 dənə taxta lövhə alıbsa, 90'ı biz vurarıq 45'ə. Bərabər eləyəcək neçəyə? Deməli, 90'ı 45'ə vuranda eləyəcək 4050. 4050 bizim nəyimizdir? Ümumi taxtaların uzunluğudur da. 45 dənə taxtanın uzunluğu 4050'dir. Ümumi hasarın uzunluğu da 3720'dir. Düzdürmü? Faktiki hasarın uzunluğu 3720'dir. Biz indi 4050'dən bu hasarın uzunluğudur. 4050'dən çıxmalıyıq 3720'ye bərabər eləyəcək 330. Yəni 330 hissəsi üst-üstə düşür. Biz də bilirik ki, 45 dənə taxta lövhədirsə, bunun 44 dənə üst-üstə düşən 44 dənə hissəsi var. Yəni baxın, burada 1'i, 2'si, 3'ü, 4'ü bu şəkildə 44 dənə. Birincidən, məsələn bu yarım birini çıxırıq da. Birini çıxaraq, 45'dən birini çıxırıq. 44 dənəsi üst-üstə düşür. Ona görə də bizim artıq qalan hissəmiz 330'u bölürəm 44'ə. Cavabımız eləyəcək 7,5'ə. 7,5 bizim B variantımız olacaq. Bu tip sualları ümumiyyətlə oxuyanda diqqətli olun. Bizdən nəyi soruşur? Hansı məlumatları verib dəqiqliklə yazın və əgər tapmaq üsulumuz asandırsa variantlarla tapın. Aydındırmı? Növbəti suallarda yenə buna oxşar yox, çətinlik səviyyəsi artırılmış testlərlə qarşınızda olacağıq.